Birinci suala. Cismin ani sürətinin qiyməti hansı cihazla ölçülür? Fərq yoxdur, sürət, ani sürət, ümumiyyətlə sürətin qiyməti spidometrlə ölçüləcək. 2. Yerə nəzərən sürətləri V1 bərabərdir 120 km/saat, V2-də 80 km olan iki avtomobil qarşı-qarşıya hərəkət edir. İkinci avtomobilin birinci avtomobilə nəzərən modulunu hesablayın, yəni sürətinin modulunu hesablayın. İkincinin birinciyə nəzərən deyirsə, demək ki, bu avtomobillər özü qarşı-qarşıya hərəkət edir. Qarşı-qarşıya hərəkət nədir? Yəni əks istiqamətdə hərəkət edirlər. Biz də bilirik ki, əgər cisimlər əks istiqamətdə hərəkət edirlərsə, onların sürətlərini toplayırıq. Eyni istiqamətdə hərəkət edirlərsə, çıxırıq. 120-nin üstünə 80 gələndə eləyəcək 200. Dediyim kimi, əgər eyni istiqamətdə hərəkət eləyəcəklərsə, onda biz sürətləri, ümumi sürətləri çıxacaqdıq bir-birindən. 120 çıxılsın 80, da 40 eləyəcək cavab. 3. Yerə nəzərən sürətləri 80 km/saat və 100 km/saat olan iki avtomobil, baxın, burada eyni istiqamətdə deyir. Eyni istiqamətdə deyirsə, deməli biz ondan nə edəcəyik? Çıxacağıq. 100-dən 80-ə çıxırıq, cavab eləyir 20. 4. 5 desimetr/saniyə sürətlə hərəkət edən eskalator üzərində həmin istiqamətdə eskalator nəzərən 3 desimetr/saniyə olan sərnişin hərəkət edirsə, yerlə bağlı hesablama sistemindən nəzərən sərnişinin sürətini hesablayın. Ümumiyyətlə, iki cür hərəkət var. Biri var ki, bir-birinə nəzərən sürət, yəni nisbi sürət. Biz baxırıq ki, deməli, avtomobillər bir-biri eyni istiqamətdə gedirsə, çıxırıq, əks istiqamətdə gedirsə toplayırıq. Amma eskalator üzərində gedən adamın, məsələn, sürətini istəyirsə bir-birindən yerə nəzərən, onda eyni istiqamətdə toplayırıq, əks istiqamətdə çıxırıq. Yəni, belə başa düşün ki, asfalt üzərində, yəni beton üzərində hərəkət edən avtomobillərin bir-birinin hərəkətinə təsiri yoxdur. Biz onların bir-birinə nəzərən sürətlərini hesablayırıq. Yəni, amma eskalator üzərində gedən adamla eskalatorun bir-birinə nəzərən, yəni sürətləri bir-birinə təsir eləyir. Məsələn, eskalator nə qədər sürətli gedərsə, adam da o qədər sürətli gedir və yaxud da əks istiqamət. Yəni, bir sözlə, adam eskalatorun üzərində də, təbii ki, eskalatorun sürəti ona da müəyyən qədər təsir eləyəcək. Ona görə də bu fərqlilik oradan yaranır. İndi eskalator məsələsidir, çay məsələsidir. Əgər bu çay axın istiqamətində, yəni çayın axın istiqamətində qayıq gedirsə, yerə nəzərən alanda toplayacağıq. Eyni şəkildə eskalatorun üzərində adam eskalatorla eyni istiqamətdə gedirsə, onların yerə nəzərən sürətləri toplanır. İndi burada da deyir ki, eskalatorla adam eyni istiqamətdə hərəkət edir. Birinin sürəti 5-dir, digərinin sürəti isə 3-dür. Bir yerə nəzərən sürət deyirsə, bayaq dediyimiz kimi, eyni istiqamətdə gedirsə, yerə nəzərən soruşanda toplayırıq. 5 üstə gəlinirsə 3 eləyəcək, cavabımız 8. 4-də olur Y variantı. 5-ci sual. Eskalator 0,6 metr/saniyə sürətlə hərəkət edir. Bu eskalator üzərində sərnişinin onun hərəkətinin əksi istiqamətində. Baxın, əksi istiqamətdə hərəkət edir. Əksi istiqamətdə hərəkət edirdisə, eskalator idi, çay idi. Burada yerə nəzərən soruşursa, çıxırıq. 0,6-dan çıxacaq, onda 0,2-ni cavabımız eləyəcək. 0,4-ü cavabımız olacaq 0,2. Niyə görə? Çünki yerə eskalatorun adamın hərəkətidir, amma bu səfər əksinə deyir. Üzgüçü çay axınının əksinə üzür. Yəni, çayın axın istiqaməti bu tərəfədir, üzgüçü isə bu tərəfə üzür. Deməli, baxın, sahilə nəzərən soruşur. Sahilə nəzərən, yerə nəzərən eyni anlayışdır. Sahilə nəzərən eyni istiqamətdə gedirsə toplayırıq, əks istiqamətdədirsə çıxırıq. Bax, əksinə deyir, 2,5-də 1-dir. Deməli, nə etməliyik? Biz bunları bir-birindən çıxmalıyıq. Eyni olsaydı toplayacaqdıq, cavabımız olacaqdı 3,5. 7. Orta sürətin qiyməti verilib 18, velosipedçinin zamanı da verilib 4, gedilən yolu istəyir. S bərabərdir VT. Vahidlər də çevirməyə ehtiyac yoxdur. Kilometrdir, saatdır. Zaten cavabı da kilometrdən istəyir. 18-i vuranda 4-ə 72 eləyir. Cavab 72 kilometr. Cavabımız olacaq C variantı. Sonra 8-ci suala baxırıq. 5 dəqiqə ərzində 6 kilometr yol gedən avtomobilin orta sürətini hesablayın. Yuxarıdan yazıram. Orta sürət ümumi gedilən yolun ümumi zamana nisbətidir. Buradan ümumi gedilən yolumuzu verib 6 ilə.
6 kilometrdən. Cavab amma metrləndir. Deməli, mən kilometri çevirim metrə. O da eləyir 1 kilometrimiz 1000 metrdirsə, o da eləyəcək 6000. Bölünsün. Zamanımız 5 dəqiqədir, amma saniyə ilə verib. Dəqiqəni saniyə çevirmək üçün 60-a vururuq. 5 vurulsun 60. 60. 60 ixtisar getsin. Burada 2 dənə 0, yəni 100, 100 bölünsün 5, nə qalır? 20. Cavabımız olacaq 20 D variantı. 9. Saniyə ölçənin göstərişinə əsasən 90 metr yolda orta sürət. Yenə orta sürət ümumi yolun ümumi zamana nisbətidir. 90 metr nədir? Bir də baxırıq ki, 1, 2, 3. Bax, 3 saatdır, eləmi? Daha 3 saat yox. Bura 15 dəqiqədir. Bizə saniyə ilə istəyir. 3 saat. 90 bölünsün 3. 90'ı bölürük 3 vurulsun 60'a. Bizdən dəqiqə ilə istəyir. Dəqiqə saniyə ilə hesablasaq 3, 6, 9, 12, 15'dir də əslində. Bu nöqtə 9 saniyəyə uyğundur. 90 bölünsün 9. O da nə eləyəcək? 10. 10. Burada da saniyə göstərilib. Saniyə ölçəndir. Burada saniyə göstərilib. Yəni saniyə də saat və ya da dəqiqə ilə qarışdırmayın. Sonra 10-cu sual. Maddi nöqtə ABCD trayektoriyası üzrə, yəni bu trayektoriya üzrə A-dan hərəkət edərək A-dan D-yə 4 saniyə çatırsa, yola görə orta sürət. Baxın, yola görə deyirsə, ümumi toplayıram 4, üstə gəl 8, üstə gələk 4. Nə eləyir? 16. Ümumi gedilən yolumuz 16'dır. Amma yer dəyişməni soruşsaydı, nə edəcəkdik? Yəni, burada yer dəyişməyə görə orta sürət desəydi, yer dəyişmə birlikdə başlanğıc və sonunu birləşdirən ən qısa məsafədir. Bura yer dəyişmə olacaqdı. Bu da hara paraleldir? Baxın, bura 8-ə. Birlikdə paralel üzrə. Bu düz bucaqlıdır da, qarşı tərəflər bərabərdir. Yuxarı 8-dirsə, bu da 8 olacaq. Amma bizdən yolu istəyir deyə yolumuzu tapdıq nə? 16. Onda sürət də orta sürət 16 bölünsün zaman. Yəni yol böl zaman. Zaman da deyir 4 saniyədir. 16 böl 4, 4. Cavabımız olacaq nə? 4. D variantı. 11-ci suala baxırıq. Suya nəzərən sürəti 8 metr böl saniyə olan motorlu qayıq çayın axın istiqamətində bərabər sürətlə hərəkət edir. Çayın axın sürəti 2 metr böl saniyə olarsa, qayıq 5 saniyə ərzində nə qədər yol gedər? Qayığın onsuz da sürəti 8 idi və qayıq sürəti 2 metr böl saniyə olan çayla eyni istiqamətdə hərəkət edir. Deməli, çay qayığı sürətini artıracaq. Düşünün ki, siz biri var çayla eyni istiqamətdə gedəsiniz, biri var əksinə gedəsiniz. Eyni istiqamətdə gedəndə artıq çay sizi daha sürətli aparacaq. Yəni, bu qayığın sürəti 8 idi, 2 metr böl saniyə sürətlə olan qayıqla, çayla eyni istiqamətdə gedəndə sürəti qalxır olur nə? 10. Qayığın sürəti 10'dur və bu qayıq 5 saniyə ərzində nə qədər yol gedəcək? VT-yə görə 50 metr yol gedəcək. Cavabımız olacaq B variantı. 12. Suya nəzərən sürəti 8 metr böl saniyə olan motorlu qayıq çayın axın istiqamətində bərabər sürətlə hərəkət edir. Çayın axın sürəti 2 metr böl saniyə olarsa, qayıq 240 məsafəni nə qədər vaxtda qət eləyər? Bayaqçı sualın eynidir sürət hissələri. Ümumi qayığın sürəti olacaq 10, çünki eyni istiqamətdə hərəkət eləyir. S bərabərdir VT-dən T-ni tapacaq. T bərabər olacaq S böl V-yə. Deməli, S-imiz 240'dır. 240'ı bölürük neçəyə? 10'a, o da eləyir 24. Deməli, bizim cavabımız olacaq 24 D variantı. Sonra 13-cü sual. Hansı cismə nəzərən A cisminin sürəti böyükdür? Ümumiyyətlə bilirik ki, cisimlər əks istiqamətdə gedəndə onların bir-birinə nəzərən sürəti daha böyükdür. Çünki nəzərən, yəni belə yada baxın da, sürətlər eyni istiqamətdə gedəndə çıxılır, əks istiqamətdə gedəndə toplanılır. Ən böyük olsa, yəni A-nın tam əksi nədir? Baxın, X oxuyun əksinədir də sanki aşağı. Yəni tam əksi 5-dədir də. Ona görə də 5-də sürət ən böyük olacaq. 14. Durğun sudakı sürət 10 metr böl saniyə olan qayıq çayın axın əksi istiqaməti üzrə. Yəni durğun sudakı sürət elə qayığın öz sürətidir də. Deməli, qayığın sürəti nə qədər imiş? 10'a bərabər imiş. Və axının əksinə gedir. Çay axının əksinə. Çayın axın sürəti isə 2'dir. V çay bərabərdir 2'yə. Heç nə. Çayın axın istiqamətində gedirsə, deməli bunların sürətləri, yəni bir-birinə nəzərən sürətlərini çıxacaq. 10 çıxılsın 2, 8. Və deməli
Qayıq 5 saniyə ərzində nə qədər yol gedər? S bərabərdir VT. 8 vurulsun 5. Cavabımız eləyəcək 40.